da ki yaşat beni. Sen yoksan diye gülüm, yaşat hayat beni. Ya beni öldür kurtar, ya da ki yaşat beni. Sen yoksan diye gülüm, yaşat hayat beni. Sabahınız hayır olsun. Nefes. Süretim hazırdı. Dün gelemedim. Ha budur. Tamam. Yok neyinirsen getir özüm verin. Okurasını birlikte için vurarsan. Ha hiç Kim hazırlamışım. Çok sağ ol. Elin kolun var oğlum. Herkese salam kızlar. Necəsiz? İnşallah yaxşısınız. Çox şükür mən də yaxşıyam. Bir-iki gün belə maskalı gəzmə məcburiyyətindəyəm. Çünki dodaqlarım göyəribdi. Göstərim sizə də. Bir-iki gün belə gəzmə məcburiyyətindəyəm. Biraz incimə, ağrısı biraz azalıb amma yenə də göyərtisinə görə maska taxıram, maska ilə gəzirəm. Gəlmişəm indi işdəyəm, işlərimi bitirim, işlərimi görüm. Ondan sonra qaqaş gəlsin, mən çıxım. Ne yapsam ayrılamam senden asla. Xanımlardan soruşan olur ki, bəs oranın xadimətçisi yoxdur ki, siz özünüz təmizləyirsiniz. Yoxdur, belə yoxdur ki, ayda bir dəfə gəlir belə lap kökündən təmizləyir. Amma gündəlik olaraq hər gün bu işləri özüm edirəm. Özüm eləməyi özüm istəyirəm. Çünki mağazində elə ağır bir iş deyil. Yəni mağazin normal, yəni yorulmayacağım qədər işdir. Ona görə burada tək oluram, başqa adam olmur. Kirlətdiyimi mən kirlədirəm, tökdüyümü mən tökürəm, bitən hər şey bizim əlimizdə olur deyə. Yəni gərək yoxdur ki, yəni deyim ki, işdən başım açılmır, təmizliyə vaxt ayıra bilmirəm kimi bir şey deyil deyə. Səhər-səhər gəlirəm, qəşəng təmizliyimi eləyirəm, ürəyimcə olur. Ondan sonra da başlayıram oturub başqa işlərimi görüb alverimi eləməyə. Əgər bu sizə maraqlıdırsa bilmirəm, yəni düşünürsünüz ki, əziyyət çəkir, yorulur belə elə. Xeyr, mən ona verdiyim pulu da, ona verilən ödənişi də hazır özüm öz cibimə qoyuram. Öz cibimə qoyub özüm xərcləyirəm, işimi də özüm görürəm. Bu belə. Başqa da ki, bir də yazanlar var ki, bəs sən nə qədər maaş alsan ki, bu qədər xərc eləyirsən. Birincisi, mən çox xərc eləmirəm. Elədiyim şeylər hamısı mənim ehtiyaclarımdır. Ehtiyaclarımı qarşılayıram. Eləmək istədiyim şeylərdir. Uşaqlarıma eləyirəm, özümə eləyirəm. İkincisi də ki, əgər maraqlıdırsa, maraqlı deyilsə bilmirəm. Mən 2 dənə işim var mənim.
Gözəl xanımlar, gəlib belə pulu hesablayan xanımlar, sizin bildiyiniz və bilmədiyiniz şeylər var. Siz gecə mışıl-mışıl yatanda mən gecə onlayn işləyirəm. Oradan da gəlirim var, oradan da pul qazanıram. Adi elə bu xadimətçiyə verilən 60-70 manat da mənim üçün puldur. Götürürəm, onu da cibimə qoyuram, gedirəm, bir ehtiyacımı qarşılayıram. Mən boş durmağı sevmirəm, boş durmuram. Boş duranda özümə də hayfım gəlir, vaxtıma da hayfım gəlir. Bacara bildiyimi eləyirəm. Qəşəng qazanmaq istəyirəm. Gözüm yüksəklərdədir. Yaxşı qazanıram. Yaxşı da ürəklə də uşaqlarıma da, özümə də xərcləyirəm. Bu niyə bəzi xanımların gözünə batır bilmirəm. Gəlib deyir ki, bəs gəzməyə pulu hardan alsan? Siz yəni nə düşünürsünüz bilmirəm. Məni Allah saxlayır. Sizin düşündüyünüz heç bir şey yoxdur. Sizə Cahan haqqında danışacağım. Bir dəqiqə. Bir xanımın özündən ixtiyarsız, özünün ixtiyarı olmadan sürükləndiyi bir həyatmı deyim, başqa aləmlərə keçidmi deyim, yoxsa qarabasan mı deyim, hər nəsə, yəni özündən ixtiyarsız, başına gələnlərdən danışır. Bir varlıqlara inanmaqdan, gözünə görsənənlərdən, qulağının eşitdiklərindən danışır. Aləmlər arasında səyahətlərindən danışır. Zaten kitabın başında da belə bir şey yazır ki, fantastik roman yazır. Yəni kitab demək olar ki, başdan ayağa fantastik bir romandır, amma maraqlı bir macəradır. Xanımın necə Allahı tapması, necə Allaha qovuşmasından danışır, necə ibadətə başlamasından falan danışır. Amma bu təslimiyyət, bu gözünə görsənən qarabasanlar ona sonunda xoşbəxtlikmi gətirir, yoxsa faciə mi gətirir? Kitabı oxuyanlar onu bilir. Belə spoiler verməyim, yəni əməyə də hörmətsizlik olmasın. Maraqlı kitab idi, yaxşı ki oxudum. Mən demək olar ki, açıq deyəcəm, Məsudə Cabbarın kitablarının içində ən sevdiyim kitabı bu oldu. Mən Məsudə Cabbarın çox kitablarını demək olar ki, səhv eləmirəmsə bütün kitablarını oxumuşam. Qoy bir dənə burada da baxım. Mən elə ki, Aciz Qanlı Ulduzları oxumuşam, Xoşbəxtliyə Çatanda Əldə Qalanları oxumuşam, Ən kitabını oxumuşam, Oynadığımız Son Oyun kitabını oxumuşam, Dinləməni kitabını oxumuşam. Demək olar ki, bu ən maraqlısı bu oldu mənim üçün. Niyə maraqlısı oldu? Biraz ibadət qoxan bir şey var idi, abu-hava var idi, bu mənim çox xoşuma gəldi ki, bu mənə çox tanış bir duyğular idi. Orada Cahan danışdıqca, orada Cahandan danışdıqca çox isti gələn duyğular idi. Oxumanızı məsləhət görürəm, yaxşı ki, mən də oxudum. Evdə mama belə salat qoymuşdu, bir də kartoşka qızartmasından toyuq qızartması qoymuşdu. Mən də belə bir ondan yemək istəmədim. Çünki bu vlogu çəkdiyim gün boğazım ağrıyırdı, üstünüzə sağlıq. Ona görə gətirdim belə özüm üçün bir salat düzəltdim. Yeməyimi yeyəndən sonra Qaqaş artıq yoldadır, gəlir. Mən çıxıram, gedirəm canım bacımla görüşməyə, rəfiqəmlə görüşməyə, mənə söhbətlərindən motivasiya olan, ruhlandıran, məni aydınlatdıran o kəslə görüşməyə gedirəm. Bu kəs oğlu da yanımda olacaq. Buradan çıxım gedim, onun oğluna minik bir hədiyyə alım. Əli boş getməyim yanına. Ondan sonra gedim onlarla görüşüm. Daha sonra da oradan evə keçərəm.
Artıq rəfiqəmlə görüşdüm. Çox qəşəng həmişə kimi söhbətlər oldu aramızda. Çox qəşəng müzakirələr oldu aramızda. Mən danışdım, o dinlədi, o danışdı, mən aydınlandım. Bu da onun tontiş oğludur. Allah saxlasın bütün balaları. Uşaqda qəribə bir belə bağımlılıq yaradan bir şey var da. Uşağı bir dəfə görəndən sonra ikinci səfər arzuluyursan elə bil ki, ay keşke yenə görərdim. Oturduq qəşəng söhbət elədik, içəcəyimizi içdik, yeyəcəyimizi yedik. Məndən bəzi sözlər almışdı burada. Bəzi şeylər xahiş eləmişdi məndən ki, gəl bu yolu sınayaq. Mən ona çox güvənirəm. Niyə güvənirəm? Çünki onun dediyi heç nə mənə zərər gətirməyibdi də. O mənə bəzi şeylər deyibdi. Mən onu eləyəndə həqiqətən xeyrini tapmışam da. Burada da məndən bir söz aldı ki, bəzi mövzular haqqında heç nə danışma. Gələn görüşümüzə qədər bəzi mövzu haqqında heç nə danışma. Hətta yanında danışan olsa belə mövzunu bağla. Denən ki, mən bu haqqda danışmaq istəmirəm. Öncə biraz tərəddüd elədim ki, nə bilim bacararamı belə elə. Amma sonra qəbul elədim ki, əgər biz insanıqsa bacarmayacağımız bir şey yoxdur. Söz verdim ona ki, bəs gələn görüşümüzə qədər bu mövzu haqqında heç kimlə heç nə danışmayacağam. Elə də elədim. 2-3 gün sonra bir də baxdım ki, həqiqətən də cəhd eləməsəm belə bu məndə alınır. Demək ki, mövzunu həmişə mən açıram, mən salıram, mən istəyirəm. Kanal istisna olmaqla. Kanalda mən nə video paylaşıramsa o tragediya olur. Kanalda mən nə paylaşıram. Deyirlər ki, gah belə desən, gah belə desən. Mən yetimin də bir dənə deyəcəyi var. O bir dənə deyəcəyimin üstündə həmişə qınanıram da. Amma yenə də deyirlər, gah belə, gah elə, gah belə nə demişəm bilmirəm. Bəzi yaşadıqlarını deyirsən, deyirlər ki, bəs hə, niyə dedin? Demirsən, deyirlər ki, niyə bildirmirsən? Bildir də, hər kəs biz. Yəni, bəzi şeylər mənə aiddir. Yaşadığım pis günümdə, yaxşı günümdə mənə aiddir. Ona görə onlar barəsində heç bir açıqlama vermirəm. Vaxt gələr, hər şey bəlkə də öz-özlüyünə açılar, tökülər ortalığa. Bu belə. Gəldik, oradan girdik Librafa. Molla gəlib də Librafa girməyən mən ola bilməzdim yəqin ki. Gəldik, girdik Librafa, bir iki dənə kitablara baxdıq. Bacı oğluna bir dənə kitab aldı oradan. Ondan sonra da oradan çıxdıq, sağollaşdıq. Mənim də alması şeylərim var idi. Getdim həm Rəna üçün, həm özüm üçün alması şeylərim var idi. Getdim mən də onları aldım. Oradan da getdim evə. Ya o kadar her şey bahadır ki Ayvaz'ın. Ürünlerin özü. Benim 14 Mart'a marka olar kötü uşağı üçün. Dengör. Özə şey deyər, birinci, ikinci yıllardan sonra üstündəki şey vardı. Vergi şəkli var, tabii ki. Aldın 14 Mart'a. Aldım. Onda hələ balacaydı da, adam istəyir, geçən şey var. Var sizde. 10. Neçədir? Baxalım. Yok, o bundandır. Şöyle versiyası yoksa değişik bir versiyon. Hadi, buradan almıştım bunu. Aslında orada paket olmuş. Ya acımadı. Ha, indi tabi bunlar gelmiyor. Ama bu Paketasını da belə antiyanla yazdım. ama bunun qalıcılığı bundan yaxşıdır. Onlar yoxdur. Bunun qalıcılığı bundan yaxşıdır. Yoxdur. Amma nömrə 10-dursa deməli eyni şeydir də. Oy. Heç nə verin də bundan. Bir də bunu götürdüm. Bunlar özünə. Yaxınlaşın. Bunlar özünə götürdüm. Orijinal da 17 Bu orijinaldır da elə. İşte sen de sıcak. Burada Artikin yazdı paketi ama o Maybelline yazdı. Seviyorum. Zaten iyindən bilirəm. Yani o Qoxusundan bilirəm. Bu detskidir. Nədir bu? Blesk.
Açırsınız kassa. Aha. O 7.50 fidan. Hele dedi. Ha. Bu neçədir fidan? Bilmem. Qızıma belə kavro aldım. Amma çox da ürəyim dolmadı. Mən daha belə disk var bir şey istəyirdim. Amma olmadı. Bunu tapdım, bunu aldım. Dedim birdən qabaqdan tapmaram. Bunu tapdım, bunu aldım. İndi gedim qabaqdan baxım. Əgər olsa başqasını da qabaqdan alaram. Olmasa da bunu işte də yaxşıdan tapana qədər. Rənaya kavro aldım, özümün bliskimi aldım, bir də ləmana papit aldım, ondan sonra nə aldım? Heç bilmirəm ki, nə aldım. Ha, bir də Rənaya kart qabı aldım. Qızlar, sizdə də elədir. Uşaqlarınız sizdə də kartını itirirmi? Avtobus kartını itirirmi? Əvvəl, demək bizim onsuz da yol pulumuz hesabla dayan qoy deyim. Səhər Rəna məktəbə, məktəbdən evə. Ondan sonra günorta hazırlığa, hazırlıqdan evə. 4 dəfə Rəna kart vurur. 4 dəfə də biz vururuq. Qaqaş mən işə, qaqaş mən evə. 4 dəfə də biz kart vururuq. Onları mən eləyirəm. İşin, qaqaşın işinin. Amma əlavə gedəsi yeri varsa artıq onu özü eləyir. Əlavə işdən çıxıb harasa gedir edirsə, onları mən eləmirəm, öz eləyir. Amma bunlar, bu gündəliklər 4 dəfə Rəna, 4 dəfə bizim o daskadır ki, mən onları hər gün karta vururam. Amma nətər vururam? Karta çox pul vururam. Məsəl üçün, deyək ki, 30 manat vururam, Rəna kartı itirir. Və yaxud da qaqaş kartı itirir. Rəna o qədər kart itiribdi ki, burloka taxmışam, onda itiribdi. Nə bilim, sumkasına yapışdırmışam, onda. Keçən dəfə vlogda səhv eləmirəmsə çəkmişdim sumkasına yapışdırdığımı. Onda itiribdi. Necə qopub, necə düşübsə, yoxdur kart. Mən telefondan keçirəm, bizim Rənanə bir dənə kartımız olur. Bir dənəsən yükləyirəm, mən telefondan keçirəm, Rəna kartla keçir. Artıq qərar vermişəm ki, şey eləməyim, çox yükləmirəm. Gündəlik yükləyirəm. Gündə 5 manat falan yükləyirəm ki, itəndə də heç olmasa hayfım gəlməsin də. Həqiqətən sərvət itirmişik də biz kartlarda. Hə, indi yenə burlok almışam. Bir dənə burlok almışdım. Onu itirmişdi. Daha doğrusu qırmışdı. Sonra da burloku belə sumkasını dartanda partadan qırılmışdı burloku. Kartı sumkasına qoymuşdu. Bircə gün səbr elə. Dedim ki, bircə gün səbr elə Rəna. İşdən çıxıb gedib alacam da kart qoymağa burlok. Bircə gün səbr eləmədi. Axşam gəldi ki, kartım yoxdur. Kart da gedir, içindəki pul da gedir. İndi getdim, yenə bir dənə burlok almışam. Onsuz da məktəb bitir, daha məktəbə gedib gəlmir. Hazırlığı bir müddət var. İndi inşallah ki, bu burloku da qırıb bitirməz. Onsuz da, yəni, yol pulları bizi, mamam demiş, sürüdü. İçində də bir də əlavə pul itirəndə adamın həqiqətən heyfi gəlir də ki, zaten zar-zor çatdırılır da, yəni hər gün o karta o pulu qoymaq ki, məcburiyyətindəyik. Bir də itirəndə çox hayfım gəlir.